Bir nəfər sual verir şərab haqqında, Quranda şərabın haram olması haqqında. İmam 2 dənə ayəni yanaşı qoyur və stat gətirir və şərabın haram olduğunu söyləyir. Ayə belədir ki, buyurur ki, Allah Teala yəsəlunəkə ənil xəmri vəl meysir, səndən şərab haqqında soruşurlar və qumar haqqında soruşurlar. Qul fihimə ismun kəbir. Onlara de ki, o böyük bir dənə günahdır. İsim kəlməsini işlədir. İsmun kəlməsini işlədir və burada söyləyir ki, ismun kəbir. Bu bir böyük günahdır. İstər şərab, istər qumar. Və başqa bir ayədə isə Məsum 2-ci ayəni stat olaraq gətirir. Buyurur ki, Qul innəmə harrəmə Rabbi əl-fəfahiş minha əl-fəvahiş ma zəhərə minha və ma bətən vəl-ismə. Rəbbim haram elədi. Nəyi haram elədi? Bir neçə şey söyləyir. Onlardan biri buyurur vəl-ismə. İsim kəlməsini işlədir. İsmi haram etdi. İsim o Quran-ı Kərimdə də işlənib şərab haqqında. Şərabdan soruşurlar. Şərab günahdır və günah da haramdır. Bunları yanaşı qoyanda şərabın haram olması bu 2 ayədən çıxır və bu ayələrin biri digərinə əlaqəsindən nəticə alınır. Məhz Əl-Mizan təfsiri də bu yöndədir. Təsnim təfsiri 80 cilddir, bu istiqamətdə.